Hər vaxt xeyir olsun, dəyərli izləyicilərimiz. Aprel ayın biridir. Hər biriniz üçün uğurlu, xeyirli, düşərli, ruzli, bərəkətli olsun bu ay. Bugün təbii ki, biz yenidən ilk öncə qızıldan danışarıq və əsasən də biz dünənki siqnallara, siqnal kanalında dünənki siqnallara nəzər salaq. Yəni 10 siqnal paylaşdıq və hər biri mükəmməl nəticə verdi. Və sonda qızılla gümüş haqqında məlumatları paylaşdıq. O da son dərəcə dəqiqliklə yuxarı doğru istiqamətdə davam etdirdi və gəlirdən nəticələndi. Və bütün siqnal kanalının, yəni 6 siqnal kanalının bütün iştirakçıları dünən yüksək gəlirlərlə bazardan çıxdılar. Bugün nələr baş verəcək? Yəni bugün səhər saatlarında qızıl sürətlə yuxarı doğru istiqamətlə davam etdirir. Yəni 5000-ə belə bir çox uzaq məsafə qalmayıb. Yəni ən azından yəni $270 bir məsafə qalıb. Yəni bugün səhər saatlarında biz artıq paylaşdıq siqnal kanalında 4591-lərdən alış əməliyyatları, 4586-lardan alış əməliyyatları. Yəni hazırki vəziyyətə qədər, yəni qiymət artıq yəni $10-dan yuxarı qalxıb. Yəni bu da gün ərzində, yəni bir lotluq əməliyyatla $1000 edir. Əgər $10 qalxırsa bu mükəmməl bir nəticədir. Hədəflər qızılda 4778-lər, 4927-lərdir. Hələ ki bu rəqəmlərdir. Satış əməliyyatları səhər saatlarında 4561-dən gələcəkdir, amma trayektoriya dəyişdirildi, satışlar günün ikinci yarısından sonraya keçirdi. Yəni nəzərə çatdırım ki, yerli saatlar 16:15-də və 16:30-da vacib xəbərlər var, mütləq bunları izləyin. Gümüşdə də biz artıq 74-400-lərdən alış əməliyyatlarını icra etdik. Siqnal kanalında artıq gəlirdədir. Hədəflər 78, 82 və 87-lərdə. Crude oil və future spotlar, bunlar artıq yəni crude oil'da satışlar 102-50'lərdəndir, future spotlardan isə satışlar 107-50'lərdəndir. Bitcoin'e gəldidə isə Bitcoin'e artıq alış əməliyyatlarından biz siqnal kanalında paylaşdıq, 68-500'lərdən artıq alışlar gedir. Satışlar günün ikinci yarısından sonra gələcək. Yəni hazırki vəziyyətdə satış fikirləşsəz, yəni 68-lərdən gələ bilər. Amma günün ikinci yarısından sonra siqnal kanalında daha dəqiq hədəflərə söyləyərik. Nasdaq, S&P, Dow Jones, DAX, yəni DAX-lar dünən start götürüb yuxarı doğru istiqamət davam etdirir və bu həftə 5-ci günə qədər yuxarı doğru istiqamətdən davam etdirir. Euro dollarda artıq səhər saatlarında 1.15-700'lərdən 650'lərdən alış əməliyyatlarını paylaşdıq, artıq gəlirdədir. Funtun dolar rəqabətində də alışlar 1.32-300'lərdən 400'lərdən biz paylaşdıq. Bu da artıq gəlirdədir, yəni yuxarı doğru istiqamətdən davam etdirəcək. Belə əzizlərim, bir daha bu ay hamımız üçün düşərli olsun. İnşallah görüşmək ümidi ilə sağ olun.